Allah bizim oruclarımızı, ibadətlərimizi, dualarımızı qəbul eləsin inşallah. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil azam el azzil ecellil ekrem ve bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. Şər'i olan hacətlərimizi rəva elə. Xəstələrimizə şifa mərhəmət elə. Bu danışılan sözləri hamımızın qəlbində təsir elə. Bu sözlərə əməl eləməyə bizi müvəffəq elə. İlahi, bizi Allahın rəhmətinə, öz rəhmətinə inananlardan qərar ver. Bizi öz geniş rəhmətindən kənara salma. Orucluğu bizi axırıncı orucluq qərar vermə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Hər kim malı ilə, canı ilə, sərvəti ilə, elmi ilə, hər vasitə ilə dini və müsəlmanlara, bu xalqa xidmət göstərir. Dünya və axirətlərin abad elə. Xəyanət eləyənləri zəlil elə. Bu məclisdə iştirak eləyənlərin qəlblərindən özün xəbərdarsan, ürəklərində nə hacətləri, nə dərdləri var. Sənə and verirəm, bu ayın şəhidi Əli ibn Əbi Talib hörmətinə hamımızın hacətlərimizi rəva elə.